Hər kəsə salam, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Necəsiz qızlar? İnşallah hər kəsin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Öncəliklə hər kəsin Qurban Bayramını təbrik eləyirəm. Neçə belə bayramlara çıxaq inşallah. Və istədiyim vloquma belə bir məhsul göstərməklə başlayım. Bunu Temudan almışam. Kodunu da əlavə edəcəm. Yeni istifadəçilər var deyəsən Temuda, çünki mənə bildiriş gəlir mənim linkimdən keçid edən zaman. Onlara səslənirəm ki, alış-verişinizi eləsəniz, endirim kodundan 30%lik endirim kodundan da istifadə eləməyi unutmayın. Və bir ay ərzində alış-veriş etməlisiniz ki, həmin o endirimlərdən yararlanasınız. Ona görə də tələsin. Deməli, İçərisində belə bir çantası var. Bunu artıq çıxarda bilərəm. Artıq bilənlər bilir ki, bu 30%li endirim kodları sırf bir gün ərzində, 24 saat ərzində keçərlidir. Sonraki gün artıq o koddan istifadə etmək mümkün olmur. Buna üzülməyə dəyməz. Çünki yorumlarda yazsaz, mən sizə yeni bir kod verəcəm. Həmin kod vasitəsilə 30 gün ərzində sifariş verərkən həmin o koddan istifadə eləsəz, 30%lik endirim qazanacaqsınız. Məncə bu şansı qaçırmaq olmaz. Ona görə də yorumlarda yazın ki, neçə gündür tətbiqi yükləmisiniz telefonunuza və ona görə də mən sizə kod verəcəm. Hə qızlar, artıq içlərini doldurdum. Burada L'Oreal'ın saç baxım yağıdır. Çox gözəl bir məhsuldur. Hər birinizə tövsiyə edirəm. Dream Long saçları uzatmaqda kömək eləyir və keratin tərkiblidir. Saçların istidən, ütü fendən zədə almamağının qarşısını alır. Burada isə gül suyudur. Makyajımı siləndən sonra üzümə tətbiq eləyirəm. Çox gözəl effekti olur gül suyunun da. Burada isə misellar sudur. Garnierin misellar suyu. Tonal kremim Not firmasının nömrəsində deyim. 2 nömrəsidir. Not firmasının 2 nömrəsi. 30+ gündüz nəmləndirici kremidir. Bu da çox gözəl məhsuldur. Və belə. Bütün məhsulları kiçik boylarda. Bundan birini də alacağım. Çox bəyəndim. İnşallah birini də sifariş edəcəm. Və qızlar, indi blincik tortu bişirəcəm. Blinciklərimi bişirmişəm. O hissəni sizə çəkmədim. Hazırlayıb qoymuşam soyuducuya. Deməli, bunu ceyran alıb mənim üçün qaymaqdır, şirin qaymaq, yəni tortlar üçün nəzərdə tutulmuş bir qaymaqdır. Bununla krem hazırlayacağım. İçərisinə biraz quşon əlavə edəcəm. Biraz da belə labne pendiri, amma bunun əslində Willy firmasını almağınızı tövsiyə edirəm. Çünki onun duzluluğu azdır, bu biraz duzlu pendirdir. Yenə də olsun, ev yox, evdə bu var idi, ona görə yenisini almadım. İndi yoldaşım gələndə də çiyələk ilə ananas da alacaq. Blincik tortunun içərisində çiyələk ilə ananası daha çox xoşlayıram. Ona görə də o meyvələri istədim. İndi bu labne duzlu, biraz duzluluğu var deyə skuşonunu bol əlavə edəcəm. Və bu qaymaq da bəs eləyər. Bunu ceyran məsləhət gördü. Bunun qiyməti 4 manat 30 qəpik idi, səhv eləmirəmsə. İndi görək də, əgər bəyənməsəm ceyranı döyəcəm. Zarafatdır əlbəttə ki. İndi görək də, birlikdə yoxlayaq görək necə bir krem olacaq. Başlayaq, indi bunu çırpım, tez kremimi hazırlayayım. Yoldaşım gələndən sonra isə tortun özünü hazırlayacağım. Deməli qızlar, qaymağı çox bəyəndim. Əgər hər hansısa bir tort hazırlayırsınızsa, mütləq bu qaymaqdan istifadə eləyin. Yəni evdə özünüz üçün həm münasibdir qiyməti digər qaymaqlara nisbətən, həm də ki keyfiyyəti yaxşıdır. Mən zövqə görə skuşon əlavə elədim, amma təxminən 250-300 qram skuşonu istifadə eləyə bilərsiniz. Krem pendir isə məndə açıq paçka olmağına baxmayaraq, hardasa 150 qram istifadə elədim.
krem biraz çox istifadə eləsəz daha gözəl olar. Yenə də bunlar zövqə görə dəyişir. Kremi qarışdırdıqca, dadına baxdıqca artıq özünüz görəcəksiniz ki, nəyi azdır, nəyi çoxdur. Əlbəttə ki, içərisini də özünüz öz zövqünüzə görə hansı meyvəni xoşlayırsınızsa onunla da hazırlaya bilərsiniz. Belə bir qəlib lazım olacaq bizə. Qırağı açıla bilən bir qəlib. Bu şəkildə blinçikləri ilk öncə qırağına düzürük. Alt hissəsini kremləyirik ki, ortasına qoyacağımız blinçik tam olaraq yapışsın. Ümumilikdə mənim hazırladığım torta 20 və yaxud 22 ədəd blinçik getdi. Yəni bir porsiya blinçik xəmirini hazırlasaq bəs eləyər. Sadəcə blinçik xəmirini hazırlayarkən əgər tort hazırlayacaqsınızsa, şəkər tozu da əlavə eləməyi unutmayın. Məndə də elə mən hazırlayarkən Aşda elə bir tərəfdən yeyirdi. Təxminən 20 ya da 22 belə blinçikim qaldı, saxladım, qoymuşdum soyuducuya. Sonra isə çıxardıb bir-bir həm arasını bu şəkildə kremləyib meyvə qoyub doldurdum, həm də qatılara qoyaraq meyvəni də, kremi də üzərinə tökərək hazırladım. Bir də arasına karamel tökməyi də unutmayın, o da xüsusi bir dad verir. Bu şəkildə torba kimi bağlayırıq və ortasına krem çəkirik ki, həmin o blinçiklər açılmasın və istədiyiniz meyvə ilə də üzərini bəzəyə bilərsiniz. Və tortumu qoydum soyuducuya ki, biraz özünü tutsun. Əslində tortu 4-5 saat soyuducuda saxlamaq lazımdır, ən azı. Amma mən gec hazırladığıma görə, yəni tez kəsməli olduq. Həm də qonaqlarımız var idi. Qaynatam və qaynlarım da bizə gəlmişdilər. Qaynatam da belə bir gözəllik hazırlamışdı və hazırlayıb belə qazan qarışıq bizə gətirmişdi. Əllərinə sağlıq bir daha. Çox dadlı idi. Mənə də deyir ki, indi nə arıqladın, arıqladın. Mən bura köçəndən sonra hər gün maraqlı bir şey bişirəcəm və səni arıqlamağa qoymayacağam. Deməli qızlar, yeməyimizi yedik. Qaynatam çox dadlı şah plov hazırlamışdı. Əllərinə sağlıq. İndi isə çay süfrəsi hazırlayıram. Düşüblər həyətə, hələ ki ona görə belə rahat video çəkirəm. Deməli qızlar, bu firmadan, Frigia adlı firmadan belə bir hədiyyələrimiz gəlmişdi. Shorts formasında artıq paylaşmışam, görənlər görüb. Dubai şokoladlarının növbənöv hər bir dadda olan Dubai şokoladları var. Belə lokumda göndərmişdi. Sadəcə içərisində mavi kəpənək çayı deyə bir toz halında bir məhsul var idi. Onun bağlaması cırılmışdı. Bağlamanın içərisində olan bütün qablara və eləcə də bu lokumun olduğu qabın içərisinə də həmin o tozdan tökülmüşdü. Bu üzərində gördüyünüz mavi, yəni nöqtə-nöqtə olan şeylər kif deyil. Birinci mən elə bildim kifdir, pis görsəndi gözümə. Sonra gördüm ki, yox, həmin o mavi kəpənək çayı partlayıb və istər-istəməz tozu hər yerə dəyib. Deməli, burada nə var? 7 ədədli Dubai şokoladıdır. 1, 2, 3, 4, 5, 6, 7. Bu əsl Dubai şokoladıdır, antifıstığı ilə olan. Sadəcə axışqanlığı biraz o qədər də, yəni gördüyümüz dərəcədə deyil. Həmişə hər yerdə görmüşük. O axışqanlıqda deyil, biraz quru növündədir. Burada fərqli-fərqli dadlar da var. İndi hamısını sizə saya bilməyəcəm. Fındıqlı var, badamlı var, daha sonra çiyələkli, narlı var. Bu çiyələk və nar ilə olandır. İçərisində, hamısının içərisində belə kadayıf mövcuddur. Belə ortaya qarışıq boşqab hazırladım. Bu isə mələk saçları adlanır. İçərisində pişmaniyə var. Bu da çox dadlı şokoladdır. Ümumilikdə şokoladların dadı pis deyil, yaxşıdır. Fərqli növ şokoladları xoşlayırsınızsa, meyvəli şokoladları xoşlayırsınızsa, məncə bunu da bəyənəcəksiniz. Amma mən daha çox meyvəli şokoladdan çox belə sadə şokoladları sevirəm. Ona görə də biraz dadına baxdım. Yəni bunların dadına baxmamışam. Bu meyvəli olan dadına baxmamışam. Bunun dadına baxdım, yaxşı idi. Bunun da dadına baxdım, yaxşı idi və bu qədər. Yəni çox yemədim. Amma belə çox gözəl görsənirlər. İndi soyuducuda da blinçik tortu hazırlamışam. Hazırlanma prosesini də sizlərə bölüşdüm. Birazdan indi onu da kəsəndə onu da çəkərəm sizlər üçün. Görək necə çıxıb.
Dadı mənə çox maraqlıdır. Bugün pəhrizimi pozmuş oldum. Eybi yox. Arada deyirlər ki, bədənə şok vermək lazımdır. Bu mağazanın da linkini həm post bölməsində, həm də shortslarda paylaşmışam sizinlə. Fərqli dad axtarışındasınızsa, baxmağınızı tövsiyə eləyərəm. Frigia mağazasına da bir daha təşəkkürümü bildirirəm. Çox sağ olsunlar hədiyyələrinə görə. Və burada da tortu soyuducudan çıxartdım, elə dedim. Kəsim, həm də həmin an danışım, səsli olaraq videonu çəkim ki, sizə də dadının necə olduğunu aydın bir şəkildə izah eləyə bilim. Qızlar, hələ özünü tutmamağına baxmayaraq kremi çox dadlı alınıb. Əsl elə Azda da satılan blinçik tortunun kremidir, çox bəyəndim. Sadəcə bir gün heç olmasa 4-5 saat ən azı soyuducuda qalmış olsaydı tamam başqa olacaqdı. Bu blinçiklər də biraz yumuşalacaqdı. Yəni kremi tam canına çəkə biləcəkdi. Amma belə ümumilikdə dadı çox super alınıb. Mütləq sınayın. Hələ o qaymaq ilə mütləq sınayın. Yəni əsl elə həmin o tortun dadını verir. Əsl yay tortudur da yəni. Burada isə vlogumu sonlandırıram. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Əgər abunə deyilsinizsə, abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik. Trendyoldan belə bir bağlamam gəlib. İçərisində növbənöv şokoladlar və mavi kəpənək çayının tozu da var idi. Bağlama biraz zədələnmiş olsa da, içərisində olan şokolad və lokumların dadı yaxşı idi. Bu mələk saçları şokoladını ilk dəfə sınadım. İçərisində pişmaniyə var və Dubai şokoladlarının bir çox növləri də həmin mağazada mövcuddur. Set şəklində satılır. Alıb sınamağa dəyər. Mən pəhrizdə olduğuma görə çox dadına baxa bilmədim, amma dadına baxanların hamısı bəyəndilər. Mavi kəpənək çayını bilmirəm eşitmisiniz ya yox, amma faydaları çoxdur. Lakin bu toz halında olanı bəyənmədim. Əgər almaq istəsəz, mağazada təbii ot şəklində olanları da var. Sınamağınızı tövsiyə eləyərəm. Original olan çaylar mavi rəngdən bənövşəyi rəngə dönür. Amma bu toz halında olduğuna görə hər hansısa bir reaksiyaya girmədi. Hədiyyələrə görə mağazaya təşəkkür edirəm. Hələlik.